Get started with you. We have two types of questions, as you can see, gap filling and true false not given. And as you know, we will start for sure with gap filling questions because they are easier than other types of questions. So, Fahriye, can you please help me find some keywords from the first question? Fahriye. Yes, I would choose art as a keyword. I'm not sure. Art, but we have easier one, maybe USA. USA, yes, exactly. Yeah. Or maybe this person can be chosen as our keyword. The name Yes. of this person is here. So which words are our keywords? Let's do one more time revision. Like names, specific nouns, like the names of countries, the names of people, the names of cities, Yeah, the like years. names. If we do not have any of them, belə defisli sözlər görsəz, defisli sözləri seçə bilərsiniz. O da yoxdursa, isim. Sadəcə isimləri seçirik. Okay? So here on my USA, we have this name. We have and etc. So let's look for the USA. Ya da məsələn bunu tapmaq çətin olsa, burada New York City we also have New Mexico. And we can start first with them and then continue with the next one. So we are looking for art. Art is here, I think, yes, art. Aslında yuxarıda American art kimi gedir. American art. Yeah, America is USA, right? So that's fine. Then worked as a blah, blah, blah. So Fahriye, here we need a type of work, yes, the job we need. Worked as a what? So most probably it will be here. Let's look for the answer. No, I couldn't find here. Graduated. Aha, indi gələcək harda işlədiyim. She became an art teacher. So she then worked as a, what's the answer, guys? Worked as a teacher, yes. Why it is not art teacher? Because firstly, they have already used art, and secondly, one word only. So we cannot write two words here. Okay, got it? Let's continue with the next one. Nihat, you will help me. Choose a keyword from the second question, Nihat, please. From the second question, from New York City, New York as you City. mentioned. So New York City is here, right? New York City. Yes. And Great. drawings. Drawings, yes, or maybe exhibited, like exhibition. Yes. Yeah, here. Also mentioned there. Drawings, yes. Created drawings using something. Neyse istifadə eləyib drawinglərini. And one more thing, guys, we do not have an article. In this case, we need a plural or an uncountable noun, as you can predict, okay? So, drawings burada da var. Gördüyünüz kimi. So, let's look. I have found the answer. As well, Guess if I'm what? not mistaken, she sent some of the drawings. So, what's the answer? What do you think? It was mentioned there as well. I couldn't hear your voice clearly, but can you please help me find? By the way, which word? No, word is about drawings here. Not. I thought that it would be a plural noun, but it wouldn't be. So, what's the answer for? Yes, Aygun, that's It's right. not a crucial. What? I couldn't hear again. So the answer is this one. Cordial. Yes. I said cordial. Call. Actual call. I think it ends with call. Oh, okay. So compositions, that's the same like drawings. Bunda hazırladı. Yani bunu istifadə edərək hazırladı. So that's why the answer will be this. Yes, thank you. Visala, you will help me to work on the next one. Visala, could you please find some keywords from the third question, if it is possible? Yes. New York. Again, New York. Maybe famous, yes. Famous. Yes. Or city. Cities. So New York is here. Let's look for something like being famous. An artist. Their person. I couldn't find here. Maybe successful. Widely known. This is famous.
So we need to find cities nə? Şəhərin nəylərinin şəklini çəkib. So find it in this answer. City-nin yerinə New York yazıblar. Skyscrapers. Skyscraper. Skyscrapers. Did you understand this one? Yes. Okay, thank you. Eren, next one. Eren. Hey, Eren, ses var. Okay, let's get. Venue, and we got dressed up, and Sandy So, are you working or listening? Nijat, help me. Find the keywords from four, please. Okay. A series of just 1 minute. Close up, maybe. Mən dedim ki, defisdən yazılan söz olanda onu götürə bilərik. Paintings. Amma məncə bunu eləməyək. Birinci gedək bunu tapa, bununla bunun arasında bunu axtaraq. Çünki burada o qədər də exact keywordümüz yoxdur da, düzdür? At the end, we can see New Mexico. New Mexico. Okay, New Mexico burada, düzdürmü? Və burada. Yeah. Deyir ki, initially inspired to paint the many, nə bilim nə, many-dirsə countable, yoxsa uncountable ismə ehtiyacımız var. Countable. Countable. Countable və Gen- plural bir ismə ehtiyacımız var da, təxmin edə biləcəyiniz kimi. Nəyin paintingini çəkib, ona baxırıq. Winter permanently. So, is it in this part? New Mexico actually is also here. 40. Buralarda bir de New Mexico. I think for decades. New Mexico. For decades, where is it? Next to decades, you mean? No. Moved Orada yazıb ki winter- for 40 years, amma mətndə for decade yaza bilər. Ha, yaza bilər, yes. Burada next to decades yazıb, amma hələ for decades ifadəsini görməmişəm. Or maybe başqa bir sual axtaracaqdım, amma onu da hələ yoxdur. Bir də baxaq. Abstract help nə bilim nə. First, it was immediate effect. Trips. Səyahət haqqında trips. nəsə var? Maybe trips. Aha, Trips. səyahət, yox, səyahətin şəklini mi çəkdi? Burada demir, deyir 6 ay orada qaldı. Şəklini çəkdiyi haqqında vermir. Keçək bu hissəyə də baxaq. Burada qeyd elədiyin kimi 40 years-ı götürə bilərik. Over 40 years. New Mexico burada da var. Okay. Burada 20 neçə il eləmiş olur da, bu düzdürmü? New Mexico başqa harda var? Burada nələr götürək? Cloud-u götürək məsələn keyword kimi. Bulut və Apple sair Clouds ifadəsi. 3-cü satırda var. Burada. Yox, Yoxsa yuxarıda. burada. Paintings, rivers, experience, clothes. So, bunun yerini tapdıq. Okay. Traveled while by plane in later years and paint picture of clothes and nəsə. So, asandır. Clothes Rivers. and rivers. Okay. Keçdik bura. Over 40 years orada qaldı. Başqa keyword nəyi götürək? Dramatic. Nə bilim nə. Dramatic-in yerinə significant ifadəsini işlətmiş ola bilər. So most probably it will be in this paragraph. Abstract, not, it's not here. Or Here. Dramatic is Spectacular. spectacular. So the answer will be landscape for this question. Yeah. Let's continue with this For one. decades, yes. Where is for decades? Let's show it, At please. the end. In this So, sentence. I can't No. see later. Spectacular olan sonuncunda. Spectacular da. Okay, 4 decades, more than 4 decades, which means, over the 40 years, you're right. Okay, so we will continue with this. Çoxlu nələrsə orada tapılan, yəqin ki, burada olacaq. Inspiration, nəsə inspired var idi, yoxsa yox? Mənə elə gəlir, var idi. Inspired, gördünüz. Many isə plural bir isim axtarıram buralarda. Bones, numerosa bleached bones var ile yukarıda. Bones olar. Across the imagination. Across'tan əvvəl bones var eminim. Cross'tan. Bir dəqiqə. Burada gördüm, okay. So numerous. Numerous nəyin sinonim olar? Bleached, Many'nin sinonimidir, düzdürmü? Numerous'la many'lər. Bəli. Bizim də cəm ismə ehtiyacımız var. Bəli, mouse-u götürəcəyik. Keçdik 4-ə. 4-də yəqin ki, bu hissədə olacaq. Close-up Close-up paintings isminin nə ola bilər? yaxın olacaq da yəqin ki, bir dənə baxaq. Close-up paintings of blah blah blah.
So, painting axtaraq. Bir də a series, innovativ sözünü də axtara bilərik. Nəsə yeniliyi ilə bağlı bir şey axtarmalıyıq. Painting var burada, amma innovativ olduğunu verməyib. Bu hissəni də işləməmişik. İnnovativ. İnnovativi də bu hissədə tapdıq. Okey. Onda yəqin ki, cavab buralarda olacaq. Painting of nə bilim nə. Nəyin şəkillərini çəkib ki, bu adam innovativ olub. Inspired var mıydı? Yox, o biri sualdaydı. Tapdım. Flowers. Depicting nə deməkdir? Yəni təsvir etmə, paintinglərini çəkib də. Nəyin paintinglərini çəkib? Like flowers. So flowers will be the correct answer. Burada da deyir ki, işte innovativ modernist olduğunu, amma burada gördüm nəyi təsvir elədiyim verməyib də. Nəyi təsvir elədiyi əvvəlki paragrafda verməyib. So that's why flowers. Yes, sure. O innovativi məsələn tapdıq. O tapdığımız cümlə bundan əvvəl olmalı deyil. Yəni mən yoxsa səhv bilirəm. Yox, innovativ buradadır. Bu da innovativ sualı buradadır. Bundan Okey. sonra axtarırdım həmişə mən. Yox, Yəni sonra innovativ. niyə sonra axtarmadın? Çünki mənim 5-imin cavabı burada oldu, düzdürmü? 5-in Aha. cavabı buradadırsa, bu 5-dən əvvəl gəlməlidir axı. 5-dən əvvəl gəlməlidirsə, onda ya bu paragrafda, ya onun üstündə və sair şəklində axtarmalıyam. Amma normal şərtlərdə olmasa həmişə onun sonrasına Yox, sən baxırıq. düşündün ki, söz olaraq innovativ sözündən sonradır. Yox, söz sırasını dəyişə də Bəli. bilərlər. Yəni Aha. cümlədə söz sırasını dəyişə bilərlər. It's okay. Başa düşdü? Başa düşdüm. Əla, keçdik 8-dən 13-ə qədər suallara. Buradan da yenə exact bir keyword axtarılan. Bu adamın adını deyirəm, amma bu il var. Bunu bəlkə gördük ya hardasa. 50-lər, 70-lər. Buradaydı. İndi Aygün. Aygün oxu sualı bizə. Okay. O'Keeffe produced a greater quantity of work during the 1950s to 1970s than at any other time in her life. Okay, burada Burada diqqət müqayisə etməli var, olduğumuz müqayisə var. Əla. Deyir ki, Evet. daha çox şəkil 1950-70-lərdə elədi, nəinki digər vaxtlarda. Dedi ki, əgər müqayisə varsa, mətndə mütləq müqayisə olmalıdır. Tamam. Otherwise cavabımız nə olacaq? Not given. given Given. olacaq. Əla. 1950-lərdə 70-ə adam çoxlu şəkillər çəkib, işte major şeylər eləyib. Amma veribmi ki? Not Great. given məncə vermir. Yes, Not not given. given olacaq ona görə. Əla. Burada Bəs 10 müqayisə verib Aha. səhv bir şey versə onda false o da olar. düzdür. Məsələn, sualda deyir ki, tutaq ki, müqayisədə, sualda deyir ki, bu bundan uzundur. Mətndə deyir, ondan yüngüldür. Like, müqayisə edir, amma fərqli aspektdən müqayisə versə, yenə səhv olacaq. Yəni, səhv dediyim, yəni not given olacaq. Okay? Hı. Keçdik 12-yə. 12-də məsələn, bunu götürək də keyword, düzdürmü? O da burada. Getdik bax suala. Deyir ki, paintings of the page of her house were among the... Bu evi deyir çəkib o və evi çəkməyi rəssamların favorite workları arasındadır. Okay? So, burada fikir verməli olduğumuz rəssamların favoritlərinin arasındadırmı? O da. De burada yazılımlar. Inspirational. Okay. More than 30 pictures. Verilməyib yəni. Not given Rəssamın olmalı. qeyd eləyirmi ki, rəssamın favorilərindən biridirmi? Rəssamın favorilərini qeyd eləməyib. Bəlkə də bu əsər onun favorisidir. Bəlkə də o qədər xoşlamır. Okay. Bəzi tələbələr bilirsiniz, gedirlər inspirational sözünü görürlər. Deyirlər, okay da, mənə inspirationaldırsa favorite workdur. No, inspirational nə deməkdir? Yəni başqalarını ruhlandıran bir şeydir deməkdir, düzdürmü? Amma ola bilər ki, mənim bir işim olsun, bu başqalarını ruhlandırsın, amma mənim favori işim deyil də. Mənim favori işim başqa bir şeydir. Başa sala bildim nə demək istəyirəm? So, deyir, rəssamın favoriləri arasındadır, amma rəssamın favoriləri arasındadırmı, deyilmi bilmədiyimiz üçün cavabımız not given olacaq. Aydındır? Başqaları üçün Inspirationaldır, bəli. inspirationaldır. Özü üçün Rəssamın yox. özü üçün bilmirik. Özü üçün yox da deyə bilmərsən. Çünki bəlkə özü üçün Yəni elədir, yoxdur. bilmirik. Amma verilmir də Məlumat burada. yoxdur, eynən. Sonra 11-dən keyword bu sözü götürək, düzdürmü? Niyə bunu götürürük? Çünki böyünən yazılıb gördüyünüz kimi. Görsəz mənə deyin, ola bilsin ki, mənim gözümdən qaçdı. Bundan yuxarıda olmalıdır. Budur məncə, hə? Hə, students gallery. Okay. Deyir ki, Ono was a subject of photographic work for many years.
Bu adamdır yəqin ki, ya da bir yerdir. Bunların deyir photographic work'ünün subject'i olub illərdir ki. Ona görə də baxaq görək ki, onun subject'i olubmu illərdir, yoxsa olmuyor. Hardaydı bu? Burada. Hardan başlayır cümlə? Burada. For the next 2 decades deyir. Bu nəyi əvəz edə bilər? Many years əvəz edə bilər. Bizdə. Dispatcher. Məncə düzdür. Düzdür. Çünki deyir ki, continued until she moved. Deyir ki, bu davam elədi, o move eləyənə qədər. Yəni illərlə Permanent. davam elədi. Bu düzdür. Burada Permanent yuxarıda değil. each winter dediyi üçün də götürə bilərik. Each winter Yox, o deyirsə, each winter də, no, each winter o səyahət eləyib. Burada isə deyir ki, photographic work'ün subject'i no, qalıb. deyir ki, New York'a each winter to exhibit the New York. Hə, bunu deyirsən? Each winter. Bəli, bəli. Bəli. Qayıdıb New York'a hər qış Qış ki, işini subject. qalereyada göstərsin. Demə, hər qış bunu eləyibsə, həm də illər. Mən bilirsən niyə dedim? Many years deyir axı. İllərlə deyirsə, burada da deyir ki, move edib 1949-a qədər davam edib. Yəni 29-dan 49-a çoxdur da. Ona görə də yəni qalıb bu düzgündür. Cavabımız olacaq true burada. Başa düşdükmü bunda? Nəsə sualınız varmı bununla əlaqəli? Bir də deyə bilərsiniz zəhmət olmasa. Aha, deyir ki, was a subject. Deyir ki, bu subject idi filan şey photographic work'ünün illərlə. Biz də baxırıq ki, gedib trip eləyib buna 29-dan 49-a kimi də, yəni 20 ildə, yəni illərlə mənasını verir. Sonra da deyir ki, həmin o qalereyada onu nümayiş elətdirib. Bu nə deməkdir? Photographic work mövzusu olub da qalereyada əgər nümayiş elətdiribsə, düzdür? Cavabımız ona görə də true olmuş oldu bu sualda. Başa düşdün? Bəli, təşəkkürlər. Keçdik 10-cu suala. Nəyi götürək? Elə bunu götürək yenə. When she was drawing his gallery in New York City. New York City-ni bayaq tapmışdıq məncə, yox? Əslində hər yerdə New York var. Was first discovered, ilk tapmağından danışır o coffee-ni məsələn, onu da axtara bilərik. First extended. No. It was what first extended trip. New Mexico made her first extended drink. Ola bilər, bunu götürək. First, okay. Deyir ki, yazında first discovered. I saw the abstract drawings. Hə, bayaq gördük də oradan. Door, Abstract məncə yeah. də gördük The hardasa. black door which Hardaydı o? Emphasize. İstəyirsiniz gedək o biri suala baxaq, onların arasında baxarıq. Bir dənə keyword olan söz görsəm. Over the 7 decades ya da high school qabaqdaydı yadınızdadır, universiteti bitirməklə falan danışırdı. Buralarda high school. Deyir ki, nə vaxt ki high school bitirdi, bitirəndə şeydə olur demək her mind up about it. Deyir high school bitirəndə, bitirməmişdən əvvəl, yəni bu adam karyerasını əvvəlcədən deyir seçmişdi. High school bitirməmiş. Burada da deyir ki, bitirənə qədər qərar verib nə olmaq istəyirdi? She determined to make her career as an artist. Cavab nə olacaq onda sizcə 9-dan? True. True'dur. Bəli, çünki qərar vermişdi. İndi onu axtarmağa çalışaq. Abstrakt sözünü axtarırıq. Tapsaz gör. Kim tapsa desən. Sadəcə abstrakt sözünü. Abstrakt. Creating abstract. Daha sonrasında innovativ əslində ilk deməkdir də, düzdür? Bu da şey ola bilər. İndi baxaq suala. Deyir ki, Alfred first discovered. Deyir, o Coffey'nin işlərini ilk dəfə adam discover elədi. Nə vaxt ki o göndərdi abstrakt drawingləri qalereyasına. Qalereyasına göndərəndə deyir keşfədi. Big experiment with creating author. Yox, orada deyir ki, dostuna göndərdi, dostu ona göndərdi. Səhvdir bu. Producerlərə that letter'ında da bir dəqiqə baxım. Şeysə, friend in New York. We showed them to an art collector. Demək dostuna göndərib, dostu onu göndərib art collector'a. Amma bu nə deyir? Deyir qalereyasına göndərib. Onda cavabımız nə oldu? False. Bitirdik yoxsa? Qaldı. Yox, bu qaldı. 7 decades söhbəti qaldı burada. Nə deyir? Changing fashions. Changing Məncə fashions Given də. götürək. In her career götürək. Baxaq. 7 decades deyir əslində. Hələ gözlərim. Şimdi shifting, Shifting nə deməkdir uşaqlar? Shift nə deməkdir? Transition. Changing də. Shifting, changing. Düzdürmü? So changing fashions. Nə deyir? Deyir ki, was greatly influenced, təsirləndi.
Amma bu nə deyir? Independent from. Independent from. Yəni ondan nə qaldı? Müstəqil oldular. Yes. Yəni ondan təsirlənmədi. So cavabımız nə olacaq? False. Başa düşdünüz niyə? Burada influence deyir, təsirləndi. Amma burada deyir ondan asılı olmalı, ondan dəyişmədi. So ona görə də cavabımız olacaq false. Aydın dəyişir bura qədər? Bəli. Əla. Keçdik part Aha. 2-yə. Part 2-ni işləməyə çalışırıq. Sual tiplərinə baxaq. Information matchingimiz var. Gap fillingimiz var. Bir də var. Hansından başlayarıq sizcə? Gap Gap filling. Filling. Əlbəttə ki, Gap gap filling. fillingdən. Gap fillingdən mənə keyword deyin zəhmət olmasa. Miami Beach, Miami Storm Beach water management. var. efficient, Efficient Delta. method. and storm water management. Bangladesh, Los Los LA. Angeles, Indonesia. Əla, tapaq. Miami Beach burdadır, düzdürmü? Okay. In Miami Beach. Storm water management. Storm, de burada. Etimologiyada installation. Installation nə deməkdir? Qurmaqdır demək. Quraşdırılması. Of efficient. Efficient'in yerinə nə yaza deyə? Nə deyə bilər efficient'in yerinə? Effective No. deyə bilər. Effective. Və sair deyə bilər. Okay. İndi gəlin axtaraq. New pumps. Setup Program ola ola bilər. Setup. Setup nə deməkdir? Installation. Quraşdırmaq Elə deməkdir də, düzdür? Installation. Bu da nədir? Cavab nədir? Bir söz yazmalıyam. Pumps. Pumps. Efficient olduğunu hardan bilirik? Dəqiqədə 75 millilitr suyu remove edə bilər də. Bu da onun effektiv olduğunu bir göstərir, düzdür? Cavabımız oldu pumps. Bu da bu sualdır. Başa düşdünüz? Mələk Bəli. mənə kömək ilə 19-la bağlı. Keywordümüz nə idi mələk 19-da? Neysə. Indonesia. Mələkdən sonra. Aha, Indonesia. Buradadır. Başqa nəyi götürə bilərsən? Construction. Aha, construction götürə bilərsən. Ya da project götürə bilərsən. Ya da bu mangroves nədirsə onu götürə bilərsən. İndi onların yerini tapmağa çalışaq mətndə. Budur da, hə, məncə. Aha. Bir də construction of something was the first stage. First söhbətini axtara bilərik. So started made from to mimic the program has been tapmadım. Was the first stage. The construction of the project. Ha, success'i götürək. Uğuru da götürək. Many attempts olub. Okay. Success var. Success aşağıda var. The program has seen moderate. Aşağı düşün. Biraz da Success düşün. aşağıda. Düşün. Biraz iki Ha, satır burada daha. Oldu, success. Okay. Bu neyin sinonimiydi? Infrastructure var Zaten orada. success'i neydi? Aslında Infrastructure. bilə Amma bilər. nəyin infrastructure'ıdır? Biz onu tapmalıyıq. Nəyi inşa ediblər? Yox, məncə burada deyil. Biraz da əvvələ baxaq The istəyirsiniz. role of mangrove roots. Burada. Rootların şey deyirsən? Hı. I don't think so. Building semi-permanent bu değil. Building semi-permanent. Aha, building nədir? Construction. Construction'da. Nəyi tikiblər? Dəmsi tikiblər. Dams. Bir də started deyir axı. Started nə deməkdir? Başladı deməkdir. Yəni first stage idi deməkdir. Düzdür? Eyni məna verir. Cavabımız oldu. Başlayaq. Keçdi 20-yə. Yenə 20-dən mənə kömək eləyir Yeni ilk ki, cümləsi. bəli, Perfect. 20-dən mənə kömək eləsin Vüsalə. Vüsalə 20 hardadır? Mekong Delta. Buradadır, düzdürmü? Başqa keyword de mənə. Nə Dinin ilk götürək? cümləsi. Flood waters, houses, non-profit Non-profit. organization. Not for profit. Hardadır Not not for for profit. profit? Dördüncü cümlədə. Bir, Dördüncü iki, cümlədə o not for üç, profit organization. No, iki markdan Aha, biri a yuxarı. non-profit organization. Əla. Houses də buradadır, düzdürmü? Houses. Dətkən nə bilim nə. Evlər nələr ki neyniyə bilir? Görə evlər neyniyə bilir? Burada da əslində. Burada. Homes var, o da housesdir, düzdürmü?
So, evlər nə edə bilər? Baxın. Float. Float. Nə deməkdir Var. float? Daşqın. No, flu odur. Üzə bilir. Üzə bilir. Bəli. Evlər üzə bilir. Aa. So, float olacaq burada bizim düzgün cavabımız. So, keçdik Bangladeşi tapmaq. Bangladeş hardadır? Bangladeş. Okay. Sonra burada ar deyirsə, necə bir ismə ehtiyacımız var? Plural. Cəm bir ism. Allah. Salt, duzu götürək keywords kimi. Duzu harda görsəz deyin mən. Məncə bu de Salty soil var Okay. orada. Aha. Aşağıda salty soil var. Aşağıda Salt, da salt affected. salt affected soils. Bəli. Keçdi bura. Deyir ki, dəniz səviyyəsinin qalxması önəmli elədi introduce eləmək various nəmə. İndi dəniz səviyyəsinin qalxması bir də burada tapdım da. Level Olmasın da. Harda deyir above dəniz sea səviyyəsi level. artdı? İki cümləyə birdən baxın. Bir dənə gözləyim. Less Visible. No, dəniz səviyyəsinin artmasını tapandan. Most of the country is less than a meter Above above sea level. yeah. Okay. Olmasın da Float plains değil. Bir dənə Məncə də gözlə. football. Float Okay, deyir ki, plains'daydı. introduce nə bilim nə. Nəyisə introduce ediblər. Introduce various. Nələri introduce ediblər? Budur. Crops. Salt tolerant nə deməkdir Ant. uşaqlar? Duza dözümlü Duza deməkdir. dözümlü. Dayanıqlı. Yəni yüksək duzlu ərazilərdə suitable olan deməkdir, düzdürmü? Onda cavab nədir? Crops. Yəni nə deməkdir crops? Məhsullar. Məhsullar. Keçdik 22-yə. 22-də nə götürürük? Los If-in ilk Angeles. cümləsi elə. Streets-i götürək. Street də buradadır, düzdürmü? Okay. Has increased the number of nə bilim nə. Şəhərdəki nəyi artırıb biz onu tapmalıyıq? Nəyi Planted artırıb of şəhərdə? trees. Ağacları. Ağac əkiblərsə onda nəyin sayı? Əlbəttə ki, ağacın sayı. Cavabımız olacaq nə? Ona görə də trees. Başa düşdün? So, indi keçək buna. Burada neyini? Bir şey Aha, soruşa bilərəm. buyur. Cavabların hər biri ayrı variantda olur. Yəni biri işləyəndən sonra keçiriyor birinə baxmağa. Adətən bəzən olur biri paragrafın başında, biri sonunda olur. Amma birini işlətdinizsə adətən ondan sonraki paragrafa baxın. Okay? Hı -hı. İndi bu tip suallarda nə edirik? Gedirik adamların Adları adlarını tapmağa. axtarırıq da, düzdürmü? Gedək tapaq. Görsəz Yaniranı mənə deyin. Suzanı gördüm bu ikinci adam. Suzan Paul. Yanira Bu onda buradadsa bulundu. Yanira ondan əvvəl olmalıdır. Bot Yanira Pineda. Yani Pineda yazardı böyük ihtimal. Bəli, növbət dəfə Pineda deyə refer edəcəyəm. Elizabeth-i götürəcəyik keyword olaraq. Elizabeth English böyle dedi. Raisanı götürürük. Raisa Koldul. Raisa. Tapdıq. Sonra bu kimdir? Bu da Raisadır yenə. Sonra kim götürürük? Greg Glenn elə Sport. Elə F-dədir birinci. Hamısı yenə tapdıq. Is spot says. Elə Greg-dəyə gəlin Greg-dən gedək də yaxşı. Abi sən nə edirik? Baxın. Ya say deyir, ya tell deyir, ya da dırnağın içində verir. O aşağıki cümlədədir. Baxın, dırnağın içində belə bir ifadə veriblər. Harda bitir bu dırnaq mənə Pulling deyin. is literal. Say spot. Orada yaz. Dırnaq harda bitir? Başdadır mı? Bitdi yeri Say görmürəm. spots-da bitir. Say Çox balacadır spots. cümlə. Yo, yuxarıdadır. Hə, de burada. Okay. Bu cümlə. Nədir? Urban cooling is literally a matter of life and that's for our future in life. Deyir ki, şəhərin coolingdə, warming-in əksi soyması həyat üçün önəmlidir and that's for our future in LA və bizim gələcəyimizin ölümü üçün Los Angeles'ta. Başqa bir şey deyibmi bu adam?
Axırıncı cümləsində deyir. Spot says one of sources in Hardadır? Spot says. Burada da says'ten sonra deyir adamın nə dediyini. One of these trees in the can be saw as a pale crescent. The only cool spot on an otherwise from the... Okay, yəni ərazidə deyir bir dənə şey var. Tək soyuq yer var hal-hazırda, hansı ki on an otherwise red thermal image. Ümumi qırmızı termal imagedəki tək deyir ki, cool qalmış ərazidə. İndi PlayStation üçün. gəlirik, bunlara baxırıq ki, hansısı uyğun gəlirmi? Strategiyalardan danışdımı? Yox məncə. Həm də rezidentlərdən də bir şey danışmadı. Ona görə bunu çıxdıq. Daha sonrasında Reduce it ola bilər. Reduce it nə idi uşaqlar? Cooling. Cooling idi də. Cooling. Şey istəmə. Cooling. Bu da demiş Sonra ki, da həyat Əslində orada məsələsi. həyat məsələsi Həyat demişdi. məsələsi Survival nə idi? var. Vital demişdi. Vital. Survival Hə, nəyin survival. sinonimidir? Like death. Desin. In this location'dakı in LA, Los Angeles. So cavabımız oldu. İyi. Yəni correct spot. Başa düşdünüz? 4 dənə də orada. 4 dənə hamısı işlənməyəcək çünki. Sonra keçdim kimə? Raizaya baxıram hal-hazırda. Yenə dırnağın içində. Deyir ki, hardasa 35 milyon insan Bangladeşin coastal sahil kənarı ərazisində yaşayır və onlar təsirlənir nəydən? Soil və water salinity. Suyun və torpağın duzlaşmasından deyir ki, onlar əziyyət çəkirlər. Və bu adam deyir ki, rather than fighting against it, ona qarşı mübarizə aparmaqdansa, bunu bax oxumuşduq şeydə, bundan etkilənməyən kroplar falan məsləhət görürdü də, eləsinlər tutaq ki. Və eyni zamanda adamın bir dənə says that the results are very visible. Nəticələr çox necədir? Görünə biləndir. Coming back photo of the land, in which he and his team have been working for the farmers since the farmerlərə training falan veriblər. Tamam. Deyir ki, 25 olacaq məncə. Rezident buna baxaq. More work will need to do. No, future decades haqqında bir şey vermədi. Dəniz səviyyəsinin artması haqqında bir şey vermədi. Burada duzlaşma idi. Dəniz səviyyəsinin artması deyildi. Məncə elə birinci Yo, deyir. yuxarıda- Yaşadık orada strateji bir şey. Məncə deyil, çünki biz demədik ki, biz Ümumiyyətcə insanları yoxdur, daxil deyəsən. eləməliyik. Biz dedik ki, fermerləri daxil eləməliyik. Rezidentlərdən danışmadı. Has grown. Burada da flooding, bilirsiniz də flooding nədir? Daşqın. Daşqın haqqında heç nə verməmişdi. So bunu da cavab seçmirik. Heç biri. Sonra Yo, bir dənə bir şey deyə bilərəm. buyur. Almost. I'm sorry. Bu yuxarıda İnsanlar var. orada Almost. yaşayır deyir. Deyir insanlar təsirlənir. Demir ki, məsələni həll etmək üçün insanlar bizə kömək eləməlidirlər. Başa düşdün? İndi baxın, amma bir məsələ var. Biz bu paragrafı oxuduq. Paragrafı bura boşuna qoymuş ola bilməzlər də yəqin ki. Bəlkə bunlardan birinə uyğun gələ bilər deyə hər ehtimal qarşı bunlara da baxmağa çalışırıq. Deyir ki, how the type of plant. Baxın, nə vaxt ki, a type of plant deyirsən, bizə concrete bir plantın adını verməlidir. Məsələn, bu. Burada plant adı görməliyik. Prediction, refleksiyonu. Prediction nədir? Təxmin. How long it could take. Nə deməkdir how long it could take? Yəni neçə il çəkəcək də climate effect-in. Burada illər verməlidir bizə bu qədər il çəkəcək falan. Bunu çıxdıq. Prediction yəni future kimi bir şey danışacaq. Burada hə future deyəcək, məsələn, bu məsələni 50 ilə həll edə bilərik falan, belə bir şey verəcək. Konkret X yersə həll edə bilərik deyə bir şey verəcək, okay? Deyir ki, reference to the fact that a solution is particle cost effective. Nə ilə bağlı bir şey verməlidir, guys? Pulla. Pul cəhətdən ucuz olduğunu verməlidir. Burada belə bir şey oxumadı. Texnologiyadan heç danışmadı da bunun içində, düzdürmü? Ona görə də bundan çıxdıq. Heç biri deyil. Amma bunlar bizim ağlımızda qalsınlar. İşte hansısa olsa gəlib işləyərik. Davam edirik. Bunu işlədik. İndi sırada kimdir? Elizabeth. Elizabeth də buradadır. Harada? Nə deyir adam? Adam deyir ki, nə zaman ki mən bunu başladım, climate change hamının dilində deyildi. But this technology, technology 17. ola Future olan bilər. 16. Toolkit is more in need of intervention. 17 uyğun gəlir. Amma bir şey də var da. Most in need of. Müdaxiləyə ən çox da most var. Mostu tapmasaq götürə bilmərik. Yaxşı, demişdim axı comparison varsa mütləq comparison olmalıdır. Superlative degree varsa mütləq superlative degree olmalıdır. Cheaper. Söz var, cheaper. Cheaperdirsə cavab Yəni, 16. Bildiniz də niyə? Cheaperdir.
və adamın dediyini oxuyuruq. Okay, then a sort of photo replace buildings foundations. It also avoids the problem of another police adapted to meet cultural needs and match the kinds of blah blah blah. So, baxaq. Görək nə deyir. Başqa hardan 23 başlayır? olacaq. Bir dəqiqə. It's much cheaper wood it's also taller houses. Deyir ki, daha öyündür wind damage another plus comes to damage meet cultural needs and match 23. Yox, demədi yenə də insanları daxil eləməyimiz lazımdır. Ona görə 23-dən mən əmin deyiləm. Future decades, gələcəklə bağlı bir şey dedim mi? Məncə yox, demədi. Buna bir şey soruşa bilərəm. Aha, buyur. Biz ancaq dırnaq altı ya da hissə baxmalıyıq. Bəli, o hissəyə baxma. Ya da said falan desə. Bu adam dedi Ya bütün ki, tarqatı oxumağa dəymədi. no, Ancaq o. əslində yox. Amma Bu bir number, bir hərf iki dəfə ola bilər. Elə bir şey üçün var. soruşdum. Yox, olmaz. Olsaydı nə deyərdi? MB, you may use any letter Yes. more than once deyərdi. Olmaz. The number of locations requiring action to adapt flooding. Niyə bunu düşündü? Flood waters deyir axı burada. Amma bizə konkret bir cümlə lazımdır ki, locationların sayı neynir? Has grown. Hətta neynir? Yox. Neyniyib. Like, artıb. Uca artıb şəklində verməlidir. Has been researching. Əslində bu cümləni oxuduq dırnağın içində. Adam nə deyir? Deyir, mən bunu vaxt başlatmışdım ki, climate change hamının dilində deyildi. Amma texnologiya getdikcə önəmlilənib. Hətta o places nəyisini oynam edilə bilkə. Locations nəyisini oynam edə. Deyir ki, place'lər əvvəl ona ehtiyac duymurdu. Əvvəl ehtiyac duymurdu, indi ehtiyac duyur da. Yəni, indi requires action. Düzdürmü? Əgər əvvəl ehtiyac duymurdu, indi ehtiyac duyursa sayı neynəmiş olur? 60 olur da məntiq olaraq. Onda bunun cavabı Flooding'i hardan tapdıq ki? ilk cümlədə flood waters görmüşdüm. Aa, Ona görə okey. dediklərimiz. Okay. Başa düşdüyümü bunu da. Sonra kimin növbə? Elizabeth'i bitirdik. Yəqin ki, bunların hərəsi bir dəfə uca istifadə. Həm də şey deyək də uşaqlar. Bizim əlimizdə 3 option qalıb, 3 variant qalıb. Mütləq harası istifadə olmalıydı məntiq olaraq. Keçdiyində Suzana baxırıq. Adam buradadır, düzdürmü? Adamın nə dediyini deyir ki, unfortunately, traditional infrastructure is often single solution focused. Nə deyir yəni? Traditional infrastructure tək həllə fokuslanıb da, deyir, düzdür. İndi yenə bir şey, görürsünüz, yenə dırnaq var deyə buranı oxuyuram. Başa sala bildim, haraları oxuyuram. Ya seyis, ya da dırnaq. Daha uzun müddətli uğur üçün önəmlidir ki, bizim transitionımız olsun, çox functional approachlara tərəf. Hansı ki, natural proseslər olsun. 25. 25 olacaq. So, 25 olmayacaq. Niyə 25 olmayacaq? Çünki birincisi gələcək 10 illiklər haqqında bir şey vermədimsə. Desəydi 20 ildə, 30 ildə, 40 ildə, hə. Baxın, communities nə üçün önəm itirmədiyin? Residents. Benefit nə deməkdir? Fayda. Fayda, Yenə involve. fayda vermək nə etmək deməkdir? Help. Kömək eləmək deməkdir. Engage də nəyin sinonimidir? Involve. Involve sinonimidir. İşte approachlarımız nələrimiz deməkdir? Strategies deməkdir. Critical da embed. nəyin sinonimidir? Essential. Essential sinonimidir. Şöyle məncə tapdıq. Bildiniz niyə? Yes. Əla. Hər ehtimal bir dənə buna bir dənə göz gəzdirək sizlə. Embed nə demək? Yəqin qarşı adoptun sinonimidir. Qəbul etmək. How long it would take bunu da verməli. Keçdim. Harada qaldım? Yaniraya baxıram. Yaniraya baxıram. Dediyi hansı cümləni oxuyuruq? Buna baxın. 20, 30, 40 il. Nə deməkdir? Future decades deməkdir. Görsünüz. More work. Bu nə ilə əvəz ediblər? She knows that their assumption that job is far from over. We need to go back in there. Biz ora getməliyik, təzədən cas eləməliyik. Yəni daha çox şey eləməliyik də. The same meaning. Və suyun artması haqqında bir şey verib mi? Baxın görürsünüz su artması. Hə, above sea. Bayaq oxumuşduq buna. Above sea level. Okay. So, bunu da bitirdik. Bu da hər kəsə aydındır mı? Buna aid sualımız var mı nəsə?
Qayıtdıq. Adətən, indi bəzilərini uyğunlaşdırdıq. Qayıdırıq, adətən işləmədiyimiz, heç işləmədiyimiz paragraf varsa ona baxacağıq. Məsələn, mən görürəm ki, biz A paragrafını heç işləməmişik. Görürsünüz. Ona görə gəlin A paragrafını bir dənə özət keçirsiniz. Bütün dünyada nationlar artıq hazırlanırlar climate change və effektlərinə. Əgər biz carbon dioxide emissionımızı indi mənə deyin görək cavab nədir? For decade. Yəni for decade var Görünür burada, ki, for decade yoxdur burada. Amma 14 prediction ola bilər də 15-dir də. 15. Prediction deyir də. 15-dir. Predictions deyir. Bəli. Yeah. How long it would take-dir. Nə deməkdir? Neçə, mən sizə demişdim ki, Neçə? bla 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 il tutacaq da, düzdürmü? Bu da deyir continue, davam edəcək. Yəni o qədər il çəkəcək də dayanması. Dayanması neçə il çəkməsi, davam eləməsi eyni məna verir də, düzdür? Prediction deyir. Bu da forecast deyir. Forecast nə deməkdir? Predict eləmək deməkdir də, düzdürmü? Cavabımız məncə hazırdır. Bunu başa düşdüyümü? Okay. Yenə işləmədiyim bir paragraf axtarıram. Varsa əgər təbii ki, yox. Hamısını işlətmişəm. A type of plant, natural coastlines. Plantin adı verilməlidir. Burada isə nə tapmalıyıq? Texnologiya söhbətini tapmalıyıq. Düzdürmü? İndi Bir göz de plant var idi. harda plant var idi? Bir de. C-də? Görsəz deyin uşaqlar. Trees var. Amma konkret plant adı var mı? Mən bəlkə mangrove bitki adıdır. Hə, olacaq. Çünki ekosistem. Həm də burada çox bitkidən naşır. Yəni ekosistemdən falan naşır. Bambudan da danışır, nə bilim. Yəqin ki, Yəni, mangrove Çünki orada olacaq. Coastal'dırsa, coastlines'dır. coastlines'dır və protection'a Deyil. görə, protection yəqin restore olacaq da, düz. Yo, defend. Defend nə deməkdir? Qoruma. Baxın, shrubs that help defend. Yes, defend protection'ın sinonimidir. Bəs natural olduğunu hardan bilirik? Plantdir zaten. Naturaldır. Bunda C qoyduq. Bunu da başa düşdüyümü? Okay. İndi hansı söz axtarırıq? Texnologiya söhbətini axtarırıq. Baxın, sadəcə göz gəzdirərək texnologiya söhbətini axtarırıq. Yaxşı. Amma Teknoloji sarıdadır. Amma D Belə ola bilməz, deyək. elə onu deyirdim. D ola bilməz, çünki biz D-ni artıq istifadə eləmişik. Gördüyünüz kimi. Okay? Ona görə gedirik ya I-də, ya da F-də texnologiya deməlidir. Baxın. Sea level. Burada baxaq. Deyəsən bu da. Proqram yox. Heç birində tapmadım. Information amma. system Ola tool var. bilər Using əslində. the geographic information Installation, method tool. Hardadır? İnsan Elə F-də. sistem. Quraşdırmaq nə deməkdir? Bu sistemi qurublar da, yəni texnologini qurublar. Bir də most needed intervention, yəni ən müdaxiləyə, intervention müdaxilə deməkdir. Müdaxiləyə ən çox ehtiyacı olan. İndi görək onu necə paraphrase ediblər. Not to help reach the city's goal for Hardadır women help? down. Bu sistemsdən elə Baxın, Apple Geographic Information System Data Mapping Tool. Like bu Yeah, o texnologiyadır cümləni da, xatırlayırsınız. düzdürmü? Aha. program streets Lower surface. lower temperature in Los Angeles. Hə də yəni ən aşağı temperaturu olanlar falan nə deməkdir? Yəni ən ehtiyacı olanlar Bu deməkdir. yuxarıda də. da deyir, a cool pavement system designed to help reach the city's Yox, goal. orada city bir şəhərdən deyir, amma burada deyir areas, ərazilər. Demişdim axı pluraldırsa plural olmalıdır. İşte bax, streets, neighborhoods. Nədirlər bunlar? Pluraldılar da gördüyünüz kimi, düzdür? Cavabımız onda olacaq da nə? F. Bunu da başa düşdüyümü. Bizdə ki, orada most var da. Most'a görə həm də Nəyə götür? müqayisə olmalı Three, how in three of the cities? In three, üçündə deyir. Amma most var. Mostu mən şey axtarıram. Lower, görsən daha aşağı road surface göstərənlər də, yəni daha ehtiyaclı olanlar. Gördüyün kimi comparison var. Ona görə götürə bilərik eyni zamanda. Okay. Bir de şey soruşdular. Buyur. Belə tipli suallarda hər sözün parafraz olması, yəni hər sözün, yoxsa Hər sözün yox. Yazılı 2 dənə, var. 3 dənə falan götürürlər, paraphrase edirlər. Bir dənə yox, bax, yadını saxla, minimum 2. Minimum 2 götürməlisən. Amma məsələn, bayaq nə etdik? Texnologiyanı gördük, amma most needed intervention'ı görmədik ya da areas, plural bir area söhbəti görmədik. Onu götürmədik. Minimum 2. Okay? Keçdik 3-ə. Yenə
Nədir? Information matching'dir də, hə? Bunu gördünüz də, sonda deyirik. Scaffolding var, bir də bu var. Scaffoldingin qəşəng keyword var, scaffolding'ə başlayır. Nəyə götürək? Ecological effects, guard dogs. Namibia. Namibia. Baxın, Namibia görən nə deməkdir? Hər halda axırlarda olardı, yəni axırıncı şeydirsə. De Namibia. Gördünüz? Daha sonrasında doglardan falan danışırdı. Burada hatta düzdürmü? Bu nədir? Hamısı Çita. yəni Çita inan bilirsiniz də, ki, heyvanın adı da çita. Çita tapın mənə. Yəni more than 90. More than Burada da var. Cheetahs. Burada da var. Şey, indi keçək bura. This has led to a rise in the deaths of other predator. Predator nə deməkdir? Vəhşi heyvanlar, Vəhşi, yırtıcı. Yırtıcı. Yırtıcılar. Yırtıcılar deyir, sonra particularly deyirsə, bizə nə lazımdır indi? O yırtıcılardan biri yırtıcı nədir? hansısa. Ən çox Konkret olan. yırtıcı adı lazımdır bizə. Düzdürmü? Okay. To Kill kill predators. predators. Aha, hansı bəs ölüb indi onu Şey tapaq. diye çakkal olmalı Wow. bence. Hanı çaqqal. Buralar daha evvel işlemiştim. To kill a wolf. To kill a Killed wolf. by. Axırıncı. Burada da var. Axırıncı. Axırıncı cümlə. To kill a wolf. No. Wolf. No, o başka bir şeydi. Deyir, icazə verin mənə adı Wolf demeye. O başka bir şeydi. O değil. For animal enlargement killed by animals, They tolerant. don't have a dead cow. Onu götürmüyorlar yoksa Bir dənə başqa suala da baxaq. Deyir ki, other species may reduce amount of certain wild animals that protect the nest yuva. Okay. Aşağıda da 7 olmalıdır. Baxın. No longer killed predators. Hardadır? Using After dogs. using dogs, oradan Because da şey. neighborhood their faces. Bayaqki paragrafda cavab gəlməli idi. Niyə cavab gəlmədi? Ya buradadır cavab. Attacks, bir dəqiqə, dogs. Hər yerdə dogs var. Mövzu onun haqqındadır çünki. Reduction. Bir dəqiqə, başqa söz. Other species. Reduce wild animals. Nest axtarırdıq da, hə, oradan gedin nest axtaraq. Orada kuşların yuvasını falan koruyor. Demeli. Harsa yedi olmalı bence. An entire Entire Neden? pack of wolves var. Hardadır quşun yuvası? Aşağıda ən axırıncı use poison and kill entire Yox, packs hanı of burada wolves. yuva? Mən yuva söhbətini axtarıram. Nest axtarıram. Adır. Tapdım. Bu budur da, düzdürmü? Okay. Burada da affect'in yerinə negative. The dogs could have blah 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 which may Orada affect. tapıldı Have. cevap 37. 37 hardadır? Çaqqal. 37 deyil məncə Hardasa bu. 7-8. Məncə bu 2015-in 37 altı. deyil. Bu neçənci sualdır? 38-ci sualdır da. 8-dir. indi. box var, Aha. ondan bir tane də var. 2015'ten aşağıda 3 tane. Bir 2015-dən number of aşağıda çaqqal. da. Hə, the number of çaqqal. Okay. çaqqal. Çaqqalların sayı and killed by dogs. 37-ci cavabı ola bilər. Predators, a rise in deaths deyir. Burada nə deyir? Hə də increase. Killed. Ha, increase. Number of killed. Nəyin sayı? Çaqqal. Çaqqallar. Keçdi buna. Other species deyir. İndi onu axtaraq. Other species yuxarıdaydı, siz işarələdiniz Amma burada bayaq. da ola bilər. Other ecological impact. Okay. Davam edirdik. Biz nəyə baxırdıq? Ben bunu YouTube'a koyarsın. Qoyacağam, baxarsınız Ola siz. bilər. Dogs could have itlərin nəyəsə sahibdir. They have been found to spread. Yayıb, evet, Disease, xəstəlik. disease olacaq yəqin ki. Deyir ki, xəstəlik yayıblar, sonra Disease xəstəliyə belə. sahibdirlər də, düzdür? Eyni məna verəcək. Other species-ə deyir, other species-ə nəyin əvəz ediblər? Digər wild animallara yayıblar da, elə bil ki, okay. May reduce the amount of. Amount of-dan sonra sayılan yoxsa sayılmayan deyim mənə.
Sayılmıyor. Sayılmıyor. Some. Bəli, certain wild animals. Deməli, azaldıblar. Reduce yəni decrease falan deyirlər də, bildiyiniz kimi. It's Are they produced for food? Yes, food olacaq məncə də. Demək olsa compete with other carnivores. Carnivore nədir bilirsiniz? Yiyənlər. Ət yeyən. Hə, təzə yayılıb carnivore diyet alan. Carnivore Ancaq diyet. ət yeyirlər, hə, ancaq ət yeyirlər. Demək olsa compete with other. Hə, deyir ki, başqa ət yeyənlərlə yarışırlar nə üçün? Food üçün də. Bu nə deməkdir? Yəni o deməkdir ki, amount-u reduce edirlər də. So, ona görə də bu da oldu food. Keçdik buna. Nest axtarırdıq da biz, düzdürmü? Yeah. The bird kimsə demişdilər. Birds. Bəli, bird Bird. buradaydı. Which builds Deyir, their nests. nests. Bundan sonraki Evet. cümlesinde deyir nests var. Nests var. Nests. In the ground This field. might otherwise be threatened. Nə deməkdir threat? Bax, söz gedirik. Bax, birinci Yəni threat deyir. təhlükədədir də. Təhlükə. Yox, söz, threat-i deyirsiniz mənə. Nədir threat? Tweet. Təhdid. Təhdid etmək. Təhdid, risk. Threaten, təhdid etmək deməkdir. Threatened isə təhdid altında. Under risk deməkdir, okay? Təhdid Create altında. refuge for Burada special zaten purposes. threatened deyib də. Ha. Okay, suala baxırıq. Deyir ki, What predator? təhdid altındadılar. Bizə nəyin adı lazımdır? Mənə deyin. Predator'ın Predator such adı. as. Predator'ın adı Fox lazımdır. isti orada. Nestdən sonra cümlədə where fox is. Gəlin baxaq. Hə, fox isti, düzdür. Hı. Hardan bilirsiniz? Çünki heyvan adı lazımdır da bizə, düzdürmü? Ümumi paragrafa baxaq gör, başqa heyvan adı varmı? Predators burada. For example, çox asan. Predator verib, sonra for example verib, foxlardan nümunə göstərib də biz, okay? Biodiversity. Dogsu götürə bilmərik. Niyə dogsu götürə bilmərik sizcə? Deyin mənə. O by the Cümlədə var da, Bütün cavabda var. mətn dogdur, yəni. Dogu necə götürək? Düzdür? Eyni. Həm də cümlənin özündə də var müəllim. Özündə də var, eynən. İkinci təkrarla. Fox-da yazdım ona görə. Başa düşdünüz bunu da? Əla. İndi bəlkə kimidir də. Gəlin bir dənə bax görək bunlardan hansınızı istifadə eləmişik. Sadəcə burada bir məqam var. You may use any letter more than once. Nə deməkdir? Bir hərf birdən çox dəfə böyük ehtimalla istifadə olunacaq da. Deyir ki, one predator has been protected. Bir dənə predator qorunub. Bax, bunu tapsaz görəcəksiniz yaxşı. Predator, amma bunu qoruyublar. Bəlkə bir şey oxuduq, nəyisə öldürməyinə icazə vermirdilər. Xatırlayırsınız? Wolfların Var ben. ən yuxarıdaydı. Burada. Permit. They will not permit Permit will killer not wolf. make. Hə. Yəni qorunub da eyni məna verir məncə. Bunu bura keçə bilərik. Bunu başa düşdünüz? Sonra keçdik. Yes. Üzrlüyəm, bir şey diyeyim. Burada biz deyirik bir hərfi iki dəfə istifadə Aha. edə bilirik də. 90% Belə halda iki dəfə olanda- istifadə olunur. Mütləq Hə, deyil. 90%. 90%. Yes. Aha. 90%. Aha. Keçdik positive developments in the use of bir optimistik deyirsə, nəsə gələcəyindən bağlı bir şeydir, yadınızda qalsın da. Nəsə optimistik, yəni müsbət Orada var düşünürəm idi gələcək haqqında. livestock. Guard Positive. dog. Amma livestock guard dogs bütün mətn onun haqqındadır da şəblə. Ona götürməliyik. Positive development. Bir dəfə soruşurlar mənə məsələn keyword nə götürək? Əlbəttə ki, keyword livestock ya guard dogs götürə bilmərsiniz də livestock guard dogs. Niyə götürə bilmərsiniz? Çünki bütün mətn onun haqqındadır. Sizə spesifik sözlər lazımdır, okay? O sualın tapılmasına kömək edən. Məsələn, burada baxın, metodlar. Keep predators away. Keep predators away, yəni Predatorlardan uzaq qalmaq. hə də predatorları uzaq saxladılar da heyvanlardan. Academics nəsə tanış gəldi bilmirəm. Is successful way. Farmerlar üçün deyir successfuldur. Academics deyirsə onda şeydir də. Researchers. Başqa nə deyə bilər? Study aparan adamlar nə deyirik? Scientists deyə bilər. Okay. Scholars. Aha. Biz axırıncı oxuduğumuz paragrafda desə pozitiv qurtarmışıq. Are not always negative. Bəli, düz deyirsən. Are not always negative. Hansıdır? Optimistic suggestion. It's a Bu olacaq. solution. Bir dənə They are gələcək optimistic. haqqında Positive bir şey. development. Baxın. A A bright bright future. future. Hə. Demişdim optimistik olanda nəyə ehtiyacımız var? Future Future. ehtiyacımız var. G. Hər iki məncə gedək o biriləri işləyək. Ondan ağlımıza gəldikcə də gələr də. Bunlar bizim mindimizdə qalsın, yaxşı. Gedirik tapırıq. Dan. Bu paragraf heç işlənmədi. Demək, yəqin ki, information matching-də işlənəcək. Yaxşı. Bir fikir verirsiniz, adətən A paragrafını falan işlətmirlər. Bunlar da information matching-ə gedir. Niyə? Çünki bilirlər ki, information matching işlənirsən başdan başlasın. Ona görə o test tapıb həvəslənirsən ki.
Başlayırıq. Their initial training is to make them understand that livestock is going to be their life. Onların ilkin treyningi o olur ki, onlara başa salmaq ki, livestock nədir deyim mənə? Hamısı lesson 1-dəki sözlərdir. Livestock. Mal-qara. Mal-qara onların həyatı olacaqdır, deyir. Fluffy White Puffy. Fluffy necə deyim belə? Yumuş. Belə tükülü. Bildiniz necə? Nə deməkdir? White Puffy is fun to be around, but too much human affection makes a great dog for guarding in the front of porch rather than okay. Deyir ki, bu puppylər, puppy itin balalarına deyilir də, ya fun da ətrafında olmaq, amma çox insan affection'ı, belə insan sevgisi falan, onu yaxşı bir it eləyir. Nəsə front porch yoxlamaq üçün, qorumaq üçün, livestock dogu kimi yox. İşte izah edir də, işte o itlər belədir, keçiblər. Başlayaq 32-dən. Deyir ki, Layers of Garfield mentioned both livestock and wild animals. Livestock'dan danışdı, amma wild animalların həyatını qoruması yox idi məncə. Getdi. Claims of exchange behavior from the livestock guards may not be totally accurate. May not be accurate nə deməkdir, guys? Dəqiq deyil. Nəsə səhv olduğunu, false, inaccurate, belə bir ifadə verməlidir. Onu da götürə bilərik. Keçdim, bunu hələ ki görmədim. There may be negative results is not satisfactory. Baxın, negative results deyil. Bu məncə F-də yox, i-də olacaq. Bilirsiniz, çünki F-də dedi ki, həmişə negativ deyil. Əgər o deyirsə həmişə negativ deyil, demək əvvəlində negativ bir şey verəcək. Sonra deyəcək həmişə negativ deyil. Başa sala bilirəm. Livestock guard as the best as long as appropriately handled. Best way diye bir şey okudum. Teaching a livestock focus on yes. House guard dog neydi? Puppy idi də, düzdürmü? Livestock guard'ı da dedi. Bir də teaching var idi. Orada da training idi. Neydi? Elə bir şey oxuduq məncə. Training. Gördünüz? Bu kimdir? Mən bilirsiniz ən böyük elədim səhv nədir? Siz eləməyin bu səfər. Deyirəm, B paragrafındadır. Cavab B'dir. Yadımdan çıxır ki, bu şeydə adam adıdır. Və adamın adı Dəndir. Ona görə də cavab A. Buna görə o qədər səhv eləmişəm ki. Başa düşdünüz bunu? Yes. Okay, əla. Burada trainingdən danışdı. Burada gain their skills o birə baxaq. Mən də onu düşünürəm. Gain their skills nə deməkdir? Bacarıqları necə qazanır? Yəni traininglə də. Bunda B yaz. Buraya B idi. Çünki paragrafı yazmalıyıq. Başa düşdünüz bunu? Keçdik. Kimə? Silvira, nə bilim kim. Adam buradadır. Demişdim ki, adam adlarına nə edirik? Ya says deyir, ya da dırnaq içindəkilər olur. Baxıram, dırnaq içində burada bir şey var. Gördünüz. Deyir, əgər onlar managerdirlər və use olunsalar properly, buradan ağlıma nə gəlir? Bunu başqası deyir. Bommel'dir, düzdür, bunu götürürəm. Bommel kimdir? C. Baxın. C-dəkidir. Amma yenə də bir şey tapdım. Appropriately nə deməkdir? Properly deməkdir, düzdürmü? Handled nə deməkdir? Manage deməkdir, düzdürmü? Cavabım kimdir bu? C. Tofiq gördüyün 2 dənə söz seçdim. 2 sözü görəndə əmin olaram ki, tamam. Bu mənim Həm də cavabım. orada most efficient deyir də, best way olaraq. Yes, most efficient the best way. 3 söz. Gördünüz, heç olmasa 2 söz görməliyik ki, başa düşək ki, budur. Bu adamı işlədik, heç bu adamı işləmək istəmirdik əslində. MB varmı burada? Yoxdur. Hər adamın adı bir dəfə işlənəcək halda. Onda 5 dənə, mən xoşum gəlir belə düzün desəm. 5 dənə olanda xoşum gəlir. Niyə? Çünki hamısı bir dəfə işlənəcək də. Bəzən olur kimsə, ayda, bəlkə bu heç işlənmir, bəlkə bu işlənir falan, o biraz çaşdırır. C-ni işlətdik. N-i işlətdik. Silvira nə deyir? Has found that. Okay, görək nə tapıb. Farmerlərin 90%-dən çoxu proqramda iştirak edən, train eləməyə və istifadə etməyə qadrolları protect edir özlərinin herdlərini against attack from wolves. Şeydən də. Buzlarını nədən qoruyur? Use of the bird dogs may save the lives of As very good or excellent. Onlar 32 ola deyirlər ki, bilər. çox good. 32 olur. 32 deyil. Wild animals yoxdur axı. Mənim wild animals-ın yoxdur. Wolves Var, axı deyir, götürdünüz. O deyil. Wolf. Yo, deyir ki, quzunu wolfdan qorumaq. Amma burada deyir ki, guard dogs ikisini də qoruyur. Başa sala bildim nə demək istəyirəm? Ona görə məncə bu deyil. Bu birlərə də baxaq. Harda qalmışdım?
Harda qalmışdım? Burada. Deyir ki, bu universitetdə göstərdi ki, supported that predation stopped completely after they got dogs and almost all rest show a decrease in attacks. İt olandan sonra nə oldu? Hücum azaldı deyir də. Accurate olması yox idi. Bilmem nə qədər də is not widely spread. All effective. Mən heç bir şey... 34'de bence orada Flinze qəpsdə var idi. Disease o bölümdə Məncə var bence. bu hələ ki qalsın. Yaxşı, bu adam hələ ki qalsın. Bəlkə də ikinci dəfə də veriblər o adamın adını. Keçirəm kimə? Julie. Burada. Nə deyir? It's a common ground from other consumers. If French don't have a dead code, they will not make the call platforming. If French do not have a dead code, əgər deyir onların inəkləri ölməsə, onlar nə etməyəcəklər? Canavarı öldürmeye will- icazəsi yox. Canavarı öldürə bilməyəcəklər. May not be totally accurate, uyğun gəlmir. Some of them may have several lives. 32 uyğun gəlir, məncə gəlir. Bildiniz niyə? Canavarı öldürə bilmirlər də. Yəni canavarı öldürə bilmirlərsə canavarın həyatını nə etmiş oldu? Save eləmiş oldu da. Həm də livestock-u. İşte burada belə deyir də. Deyir ki, bu it şey qoruyur axı. Nəyi qoruyur? Qoyunları. İşte canavar da qoyunu yemir. Canavar qoyunu yemir deyə canavarı öldürmürlər. Canavar qoyunu yemir deyə qoyunu da save edirlər də. Okey. Başa düşdünüz? Yəni win-windir də elə bil ki. So, cavabımız oldu ona görə. Kimdir bu? Julie. Julie. Başa düşdünüz səbəbini? Dedi axı canavar öldürməyə icazə vermirlər. Canavar öldürməyə icazə verməmək canavarı qorumaq deməkdir də, düzdür? Livestock-u qoruması, livestock. Hə, həm də baxın nə deyir? Həm livestock perspektivindən, həm də ümumi conservation perspektivindən yaxşıdır. Ümumi perspektivdəki şey deməkdir də işte, heyvanların qorunması falan. Bunu başa düşdük. Kiminsə sualı yoxdur. Kimi işlətdim? Bunu işlətdim. Əlimdə qaldı nə? İ. Bu Elə adam. idədir adamın adı. Həmişə də bu da ola bilər əslində. Biraz bundan Ee, şübhələndim. insan regions orada tırnaq içində. Ay o başqasıymış. Buna baxın. Riberio da var ya Osman that orada such gördüm. self-reported results may be taken with a pinch of salt. What's one? If you are Ribeiro O kimdir? Ribeiro. Silvia. İkinci bəli. If you are not working with everybody, we are transferring the measure to neighbors heard and you can use poison and kill. Poison and kill. Poison and kill negative results'dır da. Həm də bayaq bir şey dedim sizə, yadınızdadır. Dedim ki, əgər deyirsə ki, təkcə negativ, axırıncı dedim ki, yox, amma onda F olacaqdı mənim məntiqimə. Səhv demişim. So, cavabımız burada olacaq. Burada tapdıq da, düzdür. Harada tapmışdıq sonu? Aha oradaydı. İdə. Didə başladı. Yox, iyi deməlim. Axırıncı cümlə. Axırıncı kill eləyəcəklər falan. Bu da nədir? Negativ result. Negativdir. Amma biz dedik ki, bir söz bəs eləmir də bizə. Başqa bir şey də tapmalıyıq. Məsələn, is not sufficiently spread nə deməkdir? Kifayət qədər geniş yayılması deməkdir də. Hə, deyir ki, baxın, biz bəzi regionlarda bütün fermerlərlə işləyirik, amma digərlərində sadəcə but others only one or two have dogs. In others, amma digərlərində təkcə birinin və yaxud da ki, ikisinin iti var. Əgər birinin ya da ikisinin iti varsa, bu nə deməkdir? O deməkdir ki, is not sufficiently widespread da, yəni geniş yayılmayıb o qədər də. Ona görə götürə bilərik. Bu oldu B. Bu B olsa, bu da avtomatik E oldu. Not totally accurate-dəki deyir ki, but formed that such self-reported. Self-reported nə deməkdir? Yəni özləri tərəfindən report olunmuş da, yəni özləri tərəfindən verilmiş results may be taken with a pinch of salt. Bir tutam duz kimi ola bilər. Yəni adamlar az nəticə verib də, yəni may not be accurate. Eyni mənadır. Ona görə məncə bu ola bilər. Məncə cavabımız. İşə düşdük. Bunu da qaldı bizdə nə? Bu. Biz dedik ki, bayaq hansı paragrafı heç işlətməmişik? A paragrafını heç işlətməmişik dedik, düzdür? Ona görə gedək A paragrafına baxaq, görək hansısa uyğun gəlir.
Minlərlə ildir ki, livestock qadları worked alongside human protected shipləri qoruyurlar, qotları qoruyurlar və kətilləri qoruyurlar. Bunlardan 19-cu, 20-ci əsrlərdə predatorlar gəlişə almışdılar və bu zaman itlər nə etdilər? İşlərini Bitirdin. itirdilər. Yox, yaşamışdı yox, yəqin ki öldürülmüşlər falan olacaq. Recent illərdə amma artmış effortlar olub heyvanları qorumaq üçün predatorlar artıq nə etməyə başlayıb? Have become more widespread deməyin. Daha widespread olmağa başlayıblar. Nəticədə farmerlar once more need to protect their livestock and cartels are enjoying an unexpected revival. Okay. Metodlar ki predator sevək, metod verməmişdi, academics verməmişdi, getdi. 30 ola bilər. Academics yox idi axı. Çünki orada Alimlər. şey var idi, bir dəqiqə, livestock var idi, orada da var idi. Amma bir livestock hər yerdə var axı dedim. Bizim nəyə ehtiyacımız var? Academics-ə ehtiyacımız var. Livestock bütün mətnin haqqındadır. Bütün mətndə var. So, baxın dedim. Bax ona görə siz gedib bir sözü görüb yazırsınız deyə sizə dediyim budur ki, minimum 2 sözü görməlisiniz. Yoxsa yaza bilmərsiniz. Yadınızda qalsın. Yaxşı. Keçid təzədən biyə, düzdür. Biyini bir dəfə işlətmişik, amma ya biyinin, ya dinin, ya da cinin, ya da başqa birinin bir dəfə daha istifadə olunması lazım. Ona görə bunu təzədən baxmalıyıq. Amma bunu bayaq oxumuşduq, yadınızdadır. Trainingindən falan danışırdı. Aha. Training nədir? Metod. Metodlardır da, düzdür. Onları bəs necə edirlər? Deyir ki, bu itləri are raised from an early age with the animals they will be watching. Elə ki, watch izləyəcəklər, amma mən sana belə nəzarət edəcəklər. Nəzarət edəcəkləri heyvanlarla bir yerdə böyüdürlər və bu heyvanlar onun ailəsinə çevrilir. Bu nədir? Metodlardır da, düzdürmü? Və deyir ki, predators away, onda nə edirlər? Barking loudly, qışqırırlar, chase away predators, gördünüz? Ona görə mən 2 sözü gördüm. Ondan sonra götürdüm. Cavab? 1. Başa düşdünüz bunun niyə oldu? 1. Metodu gördüm, 2. Bunu gördüm. İndi bir dəfə hərəsini istifadə etmişəm. İndi istifadə edəcəm paragraflara. Ümumiyyətlə baxmayacağım da. Niyə? Çünki onu istifadə etmişəm. Amma sizin istifadə etməmişəm. Buna görə sizə baxa bilərəm. C-də dediyi academics, nəsə alim lazımdır bizə. Amma burada sizə dediyim yenə bir məsələ var. Different academics deyir. Yəni cəmlisə bizim minimum neçə alimə ehtiyacımız var? 2. Burada var da Dediğin study zaman Florida. Veriblər də 2 adam, düzdürmü? Amma bunu görməmiz yetərlidir mi? Deyil. Biz tapmalıyıq. Successful herds və s. bu səbətlərdir. Və 65% herdləri qoruyub. 65% desən uğurlu bir şeydir. Herdü də gördünüz. Cavabımız da oldu C. Bax, yenə deyirəm, 1 yox, minimum neçəsini şey eləməyimiz lazımdır? İkisini. Yoxsa cavabı səhv olacaq.